sualımızda nə olacaq? Deməli, xoşladığınız məkanı seçin. Həmin yerin coğrafiyasının, əhalinin yaşam tərzinə, sosial-iqtisadi vəziyyətinə, tarixinə necə təsir göstərdiyini müəyyənləşdirin. Deməli, tapşırığı verməklə müəllim inteqrasiyanın hansı növünü reallaşdırır. Baxın müəllimə, gəlin görək burada hansı fənlər var. Həmin yerin coğrafiyası, əhalinin yaşam tərzinə, sosial-iqtisadi vəziyyətinə və tarixinə. Coğrafiya və tarix arasında inteqrasiya gördünüz burada. İki fənin adını görən kimi fənlər arasını mən görürəm. Deməli, burada mənim cavabımda fənlər arası. Bu var, mütləq bu var. İndi baxın, necə təsir etdiyini müəyyənləşdirin. Fənlər arası başqa nə görürük burada? Baxın, deməli, coğrafiya, həmin yerin coğrafiyasının əhalinin yaşam tərzinə, sosial-iqtisadi vəziyyətinə, baxın, coğrafiyanın əhalinin yaşam tərzinə, sosial-iqtisadi vəziyyətinə, bura qədər də, bax, V-yə qədər coğrafiyadır. Coğrafiya ilə tarix arasında, deməli, bu fənlər arası inteqrasiyadır. Həmçinin də fən daxili inteqrasiyadır. Niyə fən daxili? Bax, coğrafiya ilə tarixi seçdim burada. Bax, altından bunu mən fərqli çəkəcəm. Coğrafiya ilə tarixi seçdim. Fənlər arasında əmin olduq, bu düz idi. İndi bu hissəyə diqqət edin müəllimlər. Niyə mən burada fən daxil də dedim? Baxın bu hissəyə. Əhalinin yaşam tərzinə, coğrafiyadan da bu, sosial-iqtisadi vəziyyətinə, bax, bura qədər. Bu coğrafiyadır, fən daxilindədir. Bir də və tarixinə. Bax, bu tarixinə sözünə görə, coğrafiya ilə tarixinə sözünə görə fənlər arasını seçdim. Burada və bağlayıcısı bu iki sözü birləşdirir. Coğrafiya ilə tarixi birləşdirir. Ona görə də mən coğrafiyada əhalinin yaşam tərzinə, sosial-iqtisadi vəziyyətinə. Bu oldu, həmçində oldu fən daxilində. Coğrafiya ilə tarix fənlər arası, həmçinin coğrafiyada nəyi araşdıracaq şagird? Əhalinin yaşam tərzini, sosial-iqtisadi vəziyyətini araşdıracaq. Bu fən daxilində olacaq, bir də tarixini. Getdi o da tarixə. Ona görə də mən burada A variantını seçməliyəm. Bunlar hər biri imtahan sualı olubdur. Bunları seçməliyəm.